Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə FES Akademinin kurikulum təlimçi Pəri Firuz qızı. Bu günlərim sizlərə imtahan səviyyəli 10 sual təqdim edəcəyim. Və müəllimlər bilirsiniz ki, hər həftənin cümə günü mən sizlərə mövzu sınaqları və yaxud mövzu sınaqları olmasın, mövzu izahları təqdim eləyirəm ki, sizlərə imtahana qədər hansı ki, ödənişli dərslərimizlə yanaşı, bəzən müəllimlər maddi cəhətdən imkan edib ödənişli dərslərə qoşula bilmir və ödənişsiz şəkildə də dərslərimizdən faydalanması üçün mən hər həftə sizlərə mövzu izahları təqdim eləyirəm, mövzu sınaqları təqdim eləyirəm. Bu tip videoların ardından gəlməsini istəyirsinizsə, kanala abunə olmağı təbii ki, unutmursunuz. Eyni zamanda da öz həmkarlarınızla da videonu paylaşa bilərsiniz. Dərslər haqqında da ətraflı məlumat almaq istəyirsinizsə, müəllimlər, ekranda da gördüyünüz nömrəni qeyd etmişəm. 055 527 25 99 nömrəsinə yazaraq dərslər haqqında ətraflı şəkildə məlumat ala bilərsiniz. Gəlin birinci sualla başlayaq. Birinci sualımızda müəllimlər fasiltasiyaya aid edilə bilməz fikri soruşur. Baxın müəllimlər, hansı ki bu il MİQ imtahanda 2024-cü ilin imtahanında qarşımıza bir sual çıxmışdı və qarşımıza çıxan bu sual fasilitasiya mövzusuna aid idi. Fasilitator müəllim rolu mövzusuna daxildir. Ümumiyyətlə, gəlin bir xatırlatma edək. Fasilitasiya deyəndə nə başa düşürük? Fasilitasiya nə deməkdir ümumiyyətlə? Müəllim olaraq biz şagirdlərimizə hər hansı bir tapşırıq verərkən, şagirdin yerinə bunu icra etməli deyilik. Müəllim olaraq biz şagirdə, fasilitator müəllim istiqamət verə bilər, rəy verə bilər, yol göstərə bilər də, belə deyək. Amma şagirdin yerinə hazır şəkildə məlumatı bizim onlara təqdim etməyimiz artıq burada fasilitator müəllim rolundan söhbət gedə bilməz. A variantında öyrənməni təmin etmək üçün sinif qaydaları tərtib edib, onlar şagirdlər tərəfindən tətbiqinə nəzarəti artırır. A variantı qalsın müəllimlər, buna sonda qaydarıq. B variantına baxaq. Müəllim şagirdin açıq tipli suallara cavab verməsini təmin etmək üçün qapalı tipli suallardan dəstək üçün istifadə edə bilər. Bəli, açıq tipli sualları ünvanlayır müəllim şagirdə. Daha sonra dəstək məqsədi ilə də qapalı tipli suallardan istifadə eləyir. Fakta əsaslanan suallar yönləndirir ki, şagird açıq tipli sualları daha geniş şəkildə çatdıra bilsin. B variantı fasilitator müəllim yəni aid edilə bilər. B-ni suala uyğun olaraq yəni götürə bilmərik. C variantına baxaq. Müəllim şagirdlərə fərdi yanaşaraq onları öyrənmə prosesində aktiv iştirakına yönəldir. Yenə də bunu da fasilitator aid edə bilərik. Çünki burada müəllim şagirdlərə fərdi yanaşır, öyrənmə prosesində şagirdləri aktiv iştirakına yönəldir. Hər bir şagirdə fərdi yanaşır müəllim. Müəllim təlimi qarşılıqlı fəaliyyət üzərindən quraraq birgə öyrənmə mühiti yaradır. Fasilitatora aiddir. Müəllim şagirdlərin müzakirə prosesini effektiv şəkildə təşkil etmək məqsədi ilə onlara mövzu ilə bağlı araşdırma işinə yönəldirir. Yenə də burada müəllim şagirdlərə istiqamət verir ki, araşdırma etsinlər. Yenə də bu fasilitator roluna aiddir. Amma müəllimlər, qaydaq yenidən A variantına. A variantına baxaq. Öyrənməni təmin etmək üçün sinif qaydaları tərtib edir. Bunu kim tərtib etdi? Müəllim. Şagirdlər tərəfindən də tətbiqinə nəzarəti artırır. Hansı ki biz qayda, prosedur bunları öyrənərkən, müəllimlər, yəni qaydaları sizə izah verərkən, baxmayan müəllim varsa kanalda ödənişsiz şəkildə də mövzular var. Daxil olub dərsdən sonra baxa bilərsiniz. Yəni qaydaları müəllim şagirdlərlə birlikdə tərtib etməlidir. Amma müəllim özü qaydaları tərtib edir və şagirdləri də məcbur edir ki, bu qaydalara riayət edin. Təbii ki, bu düzgün yanaşma deyil. Müəllim qaydaları tərtib edərkən şagirdlər burada iştirak etməlidir. Şagirdlərin fikrini biz önəmsəməliyik. Qaydaların sayı 3, maksimum 5 olmalıdır ki, bu keyfiyyətli nəticə versin bizə. Fasiltasiyaya aid edilə bilməz deyirsə, A variantı olacaqdır. Çünki müəllim burada ön planda durubdur. Müəllim burada şagirdin fikrini almayıbdır. Cavab da olacaqdır A variantı. Növbəti suala baxaq. İkinci sualımızda bizə çatdırır ki, Nurayın valideyni sinif rəhbəri Sevda müəllim tərəfindən daim Nuray haqqında şikayət zəngləri alır. Valideyn Nurayın tədrisi ilə ciddi maraqlanmağına baxmayaraq, bir müddətdən sonra o sinif rəhbəri ilə ünsiyyətdən yayınmağa başlayır.
Sinif rəhbəri Nurayin valideynlə münasibəti yaxşılaşdırması üçün nə edə bilər? Baxın, burada verilən sual müəllim valideyn münasibətinə aiddir müəllimlər və uşağa biz daim mənfi xüsusiyyətlərinə görə zəng ediriksə valideynə, bundan ötəri axtarıb tapırıqsa valideyni, bir müddət sonra valideynin bizlə soyuq münasibəti yarandığını biz müşahidə edəcəyik. Təbii ki, hansı ki bu situasiyada da bizə deyir ki, Sevda müəllim daim Nurayın şikayətləri ilə bağlı valideynə müraciət eləyir. Daha sonra isə deyir ki, sinif rəhbəri ilə ünsiyyətdən yayınmağa başlayır. Yəni valideyn artıq həmin müəllimi görmək istəmir, danışmaq istəmir və sinif rəhbəri Nurayin valideynlə münasibəti yaxşılaşdırmaq üçün nə edə bilər? A variantında bayramlarda valideynə təbrik mesajı yazmalıdır. Bu effektiv nəticə verməyəcəkdir. Sinif saytında xəbər bülteni yaratmalıdır. Bu da eyni qaydada. Şagirdlə bağlı şikayətlər etmək üçün valideynlə konfidensial iclaslar keçirməlidir. Yəni bu konfidensial olsun, istərsə də qrup şəkildə, təbii qrup şəkildə ümumiyyətlə olmaz şagirdlərin mənfi cəhətlərini söyləmək. Yenə də konfidensial olaraq, yəni biz birlikdə, valideynlə təklikdə danışaraq uşaqların şikayətlərini etsək belə, yenə də valideynlə artıq münasibət soyuqlaşacaqdır. Valideyn ilə şagird müsbət tərəfləri haqqında məlumat vermək üçün əlaqə saxlamaq. Bəli, D variantını biz doğru kimi götürə bilərik. Yəni valideyn daimi olaraq mənfi nəticələr haqqında valideyni axtarmalı deyil. Bəzən biz valideynə övladı haqqında müsbət olan bir şeyləri də zəng edərək çatdıra bilərik və yaxud məktəbə gəlməsini xahiş edərək bildirə bilərik ki, övladınız məsələn riyaziyyat dərsindən çox gözəl biliyə malikdir, ingilis dilindən sözləri çox gözəl vurğu. Yəni bir dəfə məsələn uşağın mənfisini deyəndə 2 dəfə biz müsbətə yönəlik olmalıyıq. Cavab da olacaqdır ikinci sualda doğru variant D variantı. Növbəti 3-cü suala baxaq. 3-cü sualımızda 3-cü sualda uyğunluğu müəyyən edin deyir. Məqsədli bullying, düşünülməmiş bullying, verbal bullying, kiberbullying. Şifahi və yazılı formada şəxsi təhqir edir, alçaldır. Xoşu gəlməyən insanı davamlı incitməkdən zövq alır. Instagramda yoldaşı haqqında yalanlar yaymaq, utancverici şəkillər paylaşmaq. Bullying prosesində yalnız əyləncə kimi baxır və onu qarşısındakı şəxsə vurduğu zərəri anlamır. Hansı ki, burada düşünülməmiş bullyingdən söhbət gedir müəllimlər. Yəni, insan bunu edirsə, məsələn, mən yoldaşımla zarafat edərək ona uşağı vurdumsa, zarafat məqsədi ilə eləyirəm. Amma uşaq bunu ciddi olaraq qəbul edir, bundan təsirlənir. Düşünülməmiş bullying edirik də, belə deyək. Verbal bullyingdə sözlü şəkildə təhqir etməyimiz nəzərdə tutulur. Yəni şifahi və yaxud yazılı formada şəxsi təhqir edir, alçaldırsa, bu verbal bullyingə aid ola bilər. Verbal bullyingə anı qeyd etdik. Daha sonra kiberbullying. Kiberbullyingdə Instagramda yoldaşı haqqında yalanlar yaymaq. Yəni sosial şəbəkələrdə də, sosial şəbəkədə yoldaşı haqqında yalandan məlumat yayırsa və yaxud hər hansı bir şəklini paylaşırsa, bu olacaqdır kiberbullying. Daha sonra məqsədli bullying. Məqsədli bullying xoşu gəlməyən insanı davamlı incitməkdən zövq alır. Yəni bunu məqsədli şəkildə edir. Mənim bir insandan xoşum gəlmir, davamlı olaraq onu incidirəm, onu incitməkdən də zövq alıramsa, bunu məqsədli şəkildə qəsdən edirəm də, belə deyək. Məqsədli şəkildə edirəm. Bunu da adlandırdıq məqsədli bullying. Eyni variantlarda uyğunlaşdırdıq. Gəlin hansı variantlı olduğunu qeyd edək. 1B, 2D, 3C, burada 1B, 2D, 3A, 4də C. Cavab olacaqdır Y variantı. Növbəti sualımıza baxaq. Növbəti sualı keçid edək. Öyrənmənin addımları onların təsiri ilə uyğunlaşdırılır. Hansı ki bu mövzu Robert Gagne'nin öyrənmənin şərtləri nəzəriyyəsinə aid olan bir sualdır müəllimlər. Öyrənmənin addımlarını təsvirləri ilə uyğunlaşdırın. Əvvəlcə təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırmaq, bilik və bacarıqların tətbiqini təmin etmək, əks əlaqə qurmaq, şagirdlərə təlim nəticələrini elan etmək.
A variantında deyir ki, burada öyrəniləcək bilik və bacarıqları şagirdlərə bildirmək. Yəni şagirdlərə təlim nəticələrini bildirmək. Hansı ki, bunu da biz 4-ə qeyd edə bilərik. Praktik məşğələlər vermək. Praktik məşğələlər vermək bilik və bacarıqların tətbiqini təmin etməkdədir müəllimlər. Fəaliyyəti dəstəkləmək. Fəaliyyəti dəstəkləmək isə yəni əks əlaqə qurmaq, rəy vermək buna aid edə bilərik. Daha sonra əvvəlcə təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırmaq. Bunu isə əvvəlki biliklə bağlı suallar vermək. Yəni burada keçdiyimiz mövzularla bağlı uşaqlara bir xatırlatma edək. Yəni bir tədris ilə ərzinə keçirilən mövzuları biz uşaqlara xatırlatma edirik. Yəni əvvəlki bilik və bacarıqları şagirdlərə sual vermək, şagirdlərin əvvəlcədən qazanılan bilik və bacarıqları stimullaşdıracaqdır. Eyni variantlarda 1-ə D-ni qeyd etdik, 2-nə B-ni qeyd etdik, 3-ə C-ni qeyd etdik, 4-ə isə A-nı qeyd etdik. Biz bunu hansı variantda görürük müəllimlər? Əlbəttə ki, B variantında. Aha, doğrudur. Doğru şəkildə də uyğunlaşdırdıq. 4-cü sualda B variantı oldu. 5-ci suala baxaq. Verilmiş məlumat əsasında statistik cədvəl hazırlayın. Tapşırığı hansı intellekt növü inkişaf etmiş şagirdlərə maraqla yerinə getirmiş olar? Baxın müəllimlər, bu riyaziyyata aiddir. Statistik cədvəl hazırlamaq Gartner nəzəriyyəsinə görə soruşur bizdən. Gartner nəzəriyyəsində riyaziyyatı sevən, statistik cədvəl hazırlamağı sevən şagirdlər hansıdır? Məntiqi riyazi intellektə malik olan şagirdlərimiz və sualımızın da cavabı məntiqi riyazi C variantı olacaqdır. Növbəti suala baxaq. Diferensial yanaşmaya aid olan sualdır. Müəllim şagirdlərə təqdimat hazırlamağı tapşırır. Təqdimatı hər bir şagird özünə məxsus şəkildə hazır etməlidir. Şagirdlər öz öyrənmə tərzlərini və mövzunun təqdimatına ən uyğun hesab etdikləri metodu seçirlər. Şagirdlərdən bəziləri video təqdimat hazırlamağa üstünlük verir, bəzi şagirdlər şifahi təqdimatlar, bəziləri isə vizual materialları dəstəkləyən təlimatlar hazır edirlər. Verilən situasiyaya əsasən diferensial təlimin komponentini müəyyən edin. Bu situasiyada müəllim şagirdlərə tapşırıq verir və şagird hər biri öz öyrənmə tərzinə uyğun olaraq tapşırığı hazır edəcəkdir. Yəni uşaqların bəziləri şifahi təqdimat, bəziləri video çarx hazırlayacaqlar, vizual materialları dəstəkləyən təqdimatlar təqdim edəcəklərsə, burada nəticə komponentindən söhbət gedir müəllimlər. Nəticə komponentini də biz C variantında görürük. Diferensial yanaşmanın komponentləri hansılar idi müəllimlər? Xatırlama edək bir. Məzmun komponenti, proses komponenti, nəticə komponenti, qiymətləndirmə komponenti. Məzmun komponenti nə idi? Şagirdə ötürdüyümüz informasiya idi. Və bunu da belə deyək, Bloom taksonomiyanın mərhələlərinə aid olan suallar hazırlamalıyıq. Prosesdə isə dərsin şagirdlər üçün düzgün qurulmasıdır. Yəni şagirdlərin bəziləri fərdi işləməyə üstünlük verə bilər burada, bəziləri cütlər şəklində, bəziləri qrupla işləməyə üstünlük verə bilər. Yəni əsas odur ki, biz dərs prosesini şagirdlər üçün düzgün quraq. Nəticə komponentində şagirdin əldə etdiyi bilik və bacarıqları nəzərdə tutulur. Yəni şagird öz öyrənmə tərzinə uyğun tapşırığı bizə təqdim etməlidir. Qiymətləndirmədə isə adı üstündədir. Yəni biz şagirdlərimizi qiymətləndirməyimiz nəzərdə tutulur. Eyni zamanda da yəni şagirdlər özlərində qiymətləndirə bilərlər. Qarşılıqlı qiymətləndirmədən istifadə etmiş ola bilərlər burada. Cavab olacaqdır 6-cı sualda C variantı. Növbəti suala baxaq. Cədvələ əsasən uyğunsuzluğu istəyir. Baxın müəllimlər, biz öyrəşmişik ki, hər dəfə cədvəl görəndə uyğunluq olsun, amma şərtə biz çox diqqət yetirməliyik ki, birinci bizdən şərtdə nə istəyir? Uyğunluq deyəndə fərqli bir cavab götürürük, uyğunsuzluq deyəndə tamamilə fərqli bir cavab götürürük. Ona görə də son dərəcədə cədvəllərdə diqqətli olmalıyıq şərtində ki, bizdən nəyi tələb edir. İndi burada uyğunsuzluğu deyir. Uyğunsuzluq deyəndə doğrudan səhvi, səhvin altından düzü tapmalıyıq. İndi baxaq variantlara. Ekranı bir balaca geri çəkdim ki, sual tam görünsün. Doğrudan səhvi, səhvin altından düz lazımdır. Öyrənməni möhkəmləndirməyin üsullarından biri
dərsin müxtəlifliyi informasiya vasitələrindən istifadə edərək təqdim etməkdir. Birinci variantı biz yəni doğru götürə bilərik müəllimlər. Nəyə görə? Çünki öyrənməni möhkəmləndirməyin üsullarından biri də dərsi müxtəlif informasiya vasitələrindən istifadə edərək şagirdlərə təqdim edəcəyik. Bunu doğru götürürük. 2-yə baxaq. Öyrənmənin davamlı olmasını təmin etmək üçün şagirdlər pasiv qeyd götürmə bacarığını formalaşdırmaq lazımdır. Hansı ki bu hissədə pasiv deyirsə müəllimlər, yanlışda aktiv qeyd götürmə bacarığı lazımdır. Yəni 2-yə çıx işarəsi qoydum. Hansı ki doğrunun altına bizə səhv lazım idi. 2-ni götürə bilərik müəllimlər. 3-ə baxaq. Təcrübəyə əsaslanan öyrənmə və yaxud qrup müzakirələri kimi müxtəlif tədris üsullarından istifadə öyrənməyi gücləndirməyə kömək edir. Bəli, bunu doğru götürə bilərik müəllimlər. Daha sonra 4-ə baxaq. Çoxlu ev tapşırığı və əlavə oxu vermək şagirdin mövzu ilə bağlı bilik və bacarıqlarını genişləndirmək üçün effektiv üsullardandır. Yanlışdır. Yəni şagirdlərə çoxlu ev tapşırığı vermək uşağın bilik və bacarığını genişləndirmək üçün bir o qədər də effektiv deyil. Yaxşı olardı ki, biz bunu sinif otağında tətbiq edək, nəinki ev tapşırığı olaraq verək. Yəni təbii bilik bacarığı möhkəmləndirmək üçün ev tapşırığı vacibdir. Amma yəni çoxlu tapşırıq verməyin də bir o qədər əhəmiyyəti yoxdur. İndi müəllimlər bizə də yanlışın altından doğru olan variant lazım idisə 3-ü götürərik. Doğrudan 2-ni götürdük, yəni səhv olan bizə lazım idi. Yanlışdan düz olan variant bizə lazım idisə 3-ü götürdük. Cavabımız da olacaqdır 2 və 3. Variantlara baxaq. 2 və 3-ü müəllimlər biz B variantında görürük. 7-ci sualımızın da cavabı B variantı olacaqdır. Növbəti sualımıza baxaq. Növbəti sualımız sinfin idarə edilməsi ilə bağlı olan sualda səhv etmirəmsə, baxaq, nə deyir burada? Müəllim Sitarənin tapşırıqlarını yoxlayarkən bu dəfə yazdığı essedə keçən dəfə etdiyin səhvləri artıq etməmsən. Uşağa burada rəy verir müəllim. Uşaq keçən dəfə etdiyi səhvləri bu dəfə etməyibdir. Verilən rəydə nəticəni çıxartmısan, indi daha çox sözlərin düzgün yazılış qaydasında səhvlər etmisən, onları da düzəltmək üçün bir qədər çalışmalısan. Fəaliyyətdə nəzərə çarpacaq dərəcədə irəliləyiş var. Müəllimin rəyidir. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Əvvəl elə bildim sinfin idarə edilməsi ilə bağlı bir sualımızdır. Yəni qiymətləndirmə bölməsinə aid olan bir sualdır. Və bizdən müəllimin pedaqoji yanaşmaya zidd olan variantını tələb edir. Gəlin, baxaq variantlara. Variantlarda nə tələb edir? Müəllim dərs prosesində daha çox şagirdlərin uğurlarını vurğulamaqla onların özünə inamı formalaşdırmağa nail ola bilər. Müəllim dərs prosesinə daha çox şagirdin uğurlarını vurğulamaqla onların özünə inamı formalaşdırmağa nail ola bilər. Bəli, bu pedaqoji yanaşmaya zidd olan bir şey deyil. Doğru variant kimi götürə bilərik A-nı. Müəllim şagirdin fəaliyyətini onların özləri ilə müqayisə edərək inkişafına nail ola bilər. Yəni şagirdi başqası ilə deyil, özünün əvvəlki vəziyyəti ilə müqayisə edirik. Doğru yanaşmadır. Müəllim şagirdin fəaliyyətini stimullaşdırmaq üçün fəaliyyəti davamlı olaraq izləməli, uğurlarını qeyd etməlidir. Doğru yanaşmadır. Yəni müəllim şagirdi həvəsləndirmək üçün uşağı izləyir və uşağın uğurunu müəllim qeyd edirsə, bunu doğru götürəcəyik. Müəllim şagird fəaliyyəti haqqında məlumat verərkən onların yalnız uğurlu tərəfini deyil, həmçinin inkişafa ehtiyac olan tərəfini konkret yol göstərməklə vurğulaya bilər. Baxın müəllimlər, hansı ki, bura kimi doğru gəlirik. Müəllim şagird fəaliyyəti haqqında məlumat verərkən yalnız uşağın uğurlu tərəfini deyil, həmçinin inkişafa ehtiyac olan tərəfini müəllim vurğulamalıdır. Amma bizə deyir ki, konkret yol göstərməklə, yəni müəllim burada şagirdin bir səhvi varsa, o səhvini, məsələn, uşaq düzgün tələffüz qaydalarını burada yazmışdı da situasiyada. Motor sözünü motor olaraq qeyd edibdir. Müəllim də uşağa bunu çatdırır. Ancaq müəllim nə edir burada? Konkret yol göstərir. Yəni uşağa bir istiqamət vermir, uşağa rəy vermir ki, uşaq səhvinin harda olduğunu bilsin. Motor sözünün üstündən bir xətt çəkir, yazır ki, motor yazılmalı idi. Yəni uşaq sabahsı gün yenə də cədvəldə
kitabda hardasa qarşısına çıxsa, motor sözünü yenə də səhv edəcəkdir. Çünki uşaq bunu özü dərk eləmədən müəllim uşağın yerinə hazır şəkildə qeyd elədi. Amma müəllim uşağa istiqamət verməsəydi, rəy versəydi, uşağı düzgün belə deyək, səhvlərindən nəticə çıxartmağa yönləndirsəydi, bu daha məqsədə uyğun olardı. Nəinki konkret yol göstərmək. Müəllimin pedaqoji yanaşmaya zidd olan variantını bizdən tələb edirsə, biz D variantını seçə bilərik. Cavab da oldu 8-ci sualda D variantı. Növbəti suala baxaq. Hansı fikir yanlışdır? Diaqnostik qiymətləndirmə şagirdin zəif gücü tərəflərini müəyyənləşdirməyə imkan verən ilkin qiymətləndirmədir. Doğrudur. Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarığının mövcud vəziyyətini müəyyənləşdirir. Doğrudur. Diaqnostik qiymətləndirməyə aiddir. Diaqnostik qiymətləndirmə müxtəlif üsullardan istifadə olunur. Doğrudur. Diaqnostik qiymətləndirmənin nəticələri ilə bağlı müvafiq qeydiyyat təhsil alanın gündəliyində yazılır. Xeyr, diaqnostik qiymətləndirmənin nəticələri nə gündəlikdə, nə jurnalda qeyd olunmur. Yanlış olan da D variantı olacaqdır. Y variantına da baxaq. Diaqnostik qiymətləndirmə uyğunlaşdırılmış tədris metodlarından istifadə etməyə şərait yaradır. Doğrudur. Yanlış olan istəyirdi, yanlış olan da D variantı oldu. Növbəti suala baxaq. Müəllim şagirdlərə təbiəti qorumaq nə üçün vacibdir mövzusunda mühakimə xarakterli esse yazmağı tapşırır. Müəllim qiymətləndirmə meyarlarını şagirdlərə təqdim edir. Münasibət bildirmək, əsaslandırmaq. Yəni şagirdlərdə münasibət bildirmək və əsaslandırma bacarığını müəllim şagirdlərdə inkişaf elətdirmək istəyir. Müəllimin məqsədi haqqında aşağıda verilənlərdən doğru olanları müəyyənləşdirin. Müəllim şagirdlərin mövzu ilə bağlı nümunə gətirmələrinə şərait yaradır. Müəllim şagirdlərin doğru fikirlərinin dəlillərlə dəstəkləmələrinə imkan yaradır, hansı ki, 2. Şagirdlərdə əsaslandırma bacarığını inkişaf etdirəcəkdir. Müəllimin məqsədi şagirddə yaradıcı təfəkkürü formalaşmasına şərait yaratmaqdır. Yəni, burada yaradıcı təfəkkürü xeyr, inkişaf etdirmir, yanlışdır bu. Müəllim şagirdlərə informasiyanı araşdırmaq, ümumiləşdirmək bacarığını formalaşdırır. Bəli, 4 də doğrudur. Yəni, müəllim şagirdlərdə informasiya araşdıracaqlar, ümumiləşdirmə bacarığını formalaşdırmaq üçün bunu edir. 2 və 4 doğru cavabımız olacaq. Variantlarda 2 və 4 C variantındadır. 10-cu sualda da cavab C variantı oldu. Bu qədər müəllimlər. Neçə səhviniz, neçə düzünüz varsa rəy bölməsində qeyd edin və kanala abunə olmağı unutmayın. Bu tip videoların da gəlməsini istəyirsinizsə bəyənməyi unutmuruq. Sağ olun, salamat qalın.